Əgər dərində bu cür satlar varsa ekrana yaxın əyləşsin. Çünki bu yanığa bənzəyən bu satlar xanımların xarici görkəmlərində özlərini ən çox kompleks etdiyi mövzulardan biridir. Hansı ki tibbi dildə steriyalar, el adında çat deyilən bu izlər adətən hamiləlik dönəmi keçirdən xanımlarda, eləcə də sürətlə kökəlib arıqlayan insanlarda və yaxud da yetkinlik dövrün sürətlə keçirdən insanlarda dərinin gərilməsi nəticəsində dəriyə düşən çatlardır. İndi videoya sona qədər qulaq asın, çünki sizə bu çatlardan qurtulmağın yolunu göstərəcəm. Amma əvvəlcə ekranda gördüyünüz üzrə zəhmət olmasa qızardın və profilimin üzərində gördüyünüz plus işarəsinə, yəni üstə gələyə toxunun ki, video hər kəsin qarşısına çıxsın. Deməli, yaxınlaşırsınız aptekə, kosmetik dükanlara, fərqi yoxdur. Yuxarıda göstərdiyim Adapalin krem və yaxud da tərkibi adapalin olan hər hansı bir kremi alırsınız. Axşam yatmamışdan əvvəl bir balaca fındıq boyda götürüb qırış olan, yəni çat olan nahiyyə vurub saat əqrəbi istiqamətində 5 dəqiqə masaj edirsiniz. İstifadə etdiyiniz hər gün çatların necə yavaş-yavaş azaldığına və bir müddətdən sonra tamamilə yoxa çıxdığına özünüz müşahidə edəcəksiniz. Bu cür faydalı videoların davamı üçün məni takip etməyi, takip butonuna toxunmağı və ən əsas da kanalıma abunə olmağı unutmayın. Bir nüansı unutmayın ki, hamiləlik dönəmində qətiyyən istifadə etmək olmaz. Özünüzə yaxşı baxın, növbəti videolarda görüşürüz.